Salamlar. Necəsiz qızlar? İnşallah ki, yaxşısınız. Mənim kanalıma, ilk vloquma xoş gəldiniz. Xoş gördük hər birinizi. İnşallah ki, bəyənərsiniz, sevərsiniz vloqlarımı. Bu mənim balaca cübbuşumdur. Belə səhər yeməyi hazırlamışam ikimiz üçün. Səhər yeməyi yeyirik. Qızlar, siz necəsiz? Nə var, nə yox? Xahiş edirəm, bəyənəsiz, yorum yazasız. İnşallah ki, xoşunuza gələr vloqlarım. Bundan sonra tez-tez sizlər üçün vloqlar çəkərəm, paylaşaram. Belə. Bugün çox işimiz var. Zeynəbi hazırlaşdırıb məktəbə aparmalıyam. 1-2 sifarişim var, onları götürməliyəm. Ondan sonra buzluq üçün 1-2 lobya falan hazırlayıb, bişirib yerləşdirməliyəm. Sonra qızlar, burada yolda çəkdiyim üçün çox səs var. Yol çəkmişəm sizlər üçün. Kargomu götürmüşəm. Zeynəbi məktəbə qoymuşam. İndi gedirik belə marketə. Marketdən lobya, pomidor, ondan sarımsaq falan alasıydım. Onları almışam. Qaydırıq sonra evə. Evdə başlayırıq onları hazırlamağa. Sonra gəldik evə. Evdəyik. Balaca qızım qoymur, imkan vermir. Onunla dalaşa-dalaşa, savaşa-savaşa. Axır ki, çıxartdım. Bu desəz, soruşdunuz nədir? Bu bir dənə fondötenim qurtardığı üçün aldığım fondötendir. İnşallah ki, yaxşı olar. Heç vaxt işlətməmişəm bunu. Rəngi oturdu. Tam rəngimdir demək olar ki. Görək indi nə cür olacaq, teksturası falan yaxşıdır, xoşuma gəldi. Sonra burada bir dənə də dodaq qələmi almışam Miss Face'in. Onu göstərmək yadımdan çıxıb. Yadımdan çıxıb deyəndə qızım gördüyünüz kimi imkan vermir. Qızlar, bu vloqda, daha doğrusu bu videoda 3 gün bundan qabağın videosudur. Mən əslində bu vloqu 3 gün bundan qabaq paylaşmalıydım, amma bəzi işlərə görə alınmadı, çatdıra bilmədim. Yəni 2 uşaq anası olaraq çata bilmədim. Burada yenə arxa fonda Elaşka var. Elaşka imkan vermir təbii ki. Dayana. Dinməz dur qızım, eləmə qızım deyə açmağa çalışıram, sizlərə göstərməyə çalışıram. Aldığım bu bağlamalar əslində hamısını bir vaxt almışam, amma bunları 2 yerə böldülər. Bu 3 gün qabaq gəlmişdi. Götürüb saxlamışdım sizlər üçün. Belə göstərirəm burada da nə olduğunu. Allıqdır bu. Allıq, ənlik, nə bilim, rumyana. Rumyana deyil. Rumyana yəqin ki, toz halında olana. Bu stikdir də, yəni yaş şeydir. Allıqdır. Mənim xoşuma gəldi. Teksturası da yaxşıdır. Yayılmağı da yaxşıdır. Rəngi də xoşuma gəldi. Belə. İndi açıb əlimdə də yoxlayaraq göstərəcəm sizlərə. Aça bilsəm əgər. Aha, alqış açdım. Super. Sən bacaracaqsan. Qayrət. Vəsə. Belə. Açdıq. İndi də bundan. Ay, sağ ol. Axır ki, bunu da aça bildik. İndi əlimdə yoxlayıram. O qədər də aydın görsənməyib, amma belə indi yayandan sonra yəni aydın görsənməyib, amma üzdə çox qəşəng durur. Mənim çox xoşuma gəldi. Sonra qızlar aldığım keçirik digərlərinə. Burada bunu yenə Elay keçmək istəyir mən tərəfə. Aldıqlarımı dağıtmaq istəyir, yoxlamaq istəyir, baxmaq istəyir. Onu verdim ona ki, ay balam, 2 dəqiqə sakitliyəm, bundan başını qat. Sonra deməli qızlar burada bax bu topuz
Topuz nə deyirlər, necə deyirlər, adı nədir bilmirəm. Amma topuz üçündür. Çox qəşəngdir, çox xoşuma gəldi. Yəni yaxşı yığır. Mən topuzu yəni belə süngərlə yığa bilirəm də, yəni normalda əlindən topuz alındıra bilmirəm. Məndə yaxşı alınmır. Dağınıq görsənir, amma bu elə gözəl toparlayır, elə gözəl göstərir. Çox xoşuma gəldi. Bundan ala bilərsiniz, analar. Çox yaxşıdır. Hə, indi də biraz bununla əlləşirik. Bir türlü bunu düzləşdirə bilmirəm. Əslində bu çubuq kimi düz dayanır. Sonra topuzu burub yığandan sonra qatdalayırsan, topuz şəkli alır. Belə, nəysə. Gördüm, bacarmıram. Göstərib belə atıram kənara. Sonra keçirik koftaya. Yoldaşım üçün aldığım kofta. Çox qəşəng, çox xoşuma gəldi. Əyninə də qəşəng oturdu. Tam razmer idi, demək olar ki. Qiymətinə görə çox super mal idi. Çox xoşuma gəldi bu. Burada da göstərirəm sizlərə. Belə, bunu da qoyuruq qırağa. Sonra keçək. Oy, balaca cübbüşüm yenə görsəndi, görürsünüz. Bir yerdə dayanmır, çox dəcəldir. Burada da qızlar maykalardır. 3 rəngdə maykadır. Bu da pis deyil, amma yəni standart ölçü olduğuna görə mən standart bədən qadın deyiləm. Standart ölçü olduğuna görə biraz balacadır. Hə, bir də bu kupçaları narahat kupçalardır. Yəqin ki, o kupçaları kəsib çıxardaram. İndi bilmirəm onda nə cür olar, nə cür görsənər. Amma kupçalar çox narahat eləyir adamı. Tam oturmur, nə bilim, qəribə bir fasonda görsənir. Onları kəsib çıxardaram. Material normaldır. Qiymətinə görə əslində normaldır. Pis maykalar deyil. Amma yəni mənim bədən ölçümə uyğun deyil. Qırağının rezinləri yaxşıdır. Əgər qarnınız varsa, qarnınız çıxırsa, onu bağlayır, örtür. Elə gözə batmır. Bu heç qızlar, bunu göstərmirəm. Göstərməyə ehtiyac yoxdur, bilirəm. Amma bir məsləhətim də var sizlərə ki, Temudan belə bir şeylər almayasınız. Yəni, bəlkə mənim aldığım ucuzuydu, ona görə keyfiyyətsiz idi, nə bilim. Amma yəni, o deyil idi da, yəni, yaxşı bir şey deyil idi. Sonra, aldığım sportivni dəst. Bu xoşuma gəldi əslində. Şalvarı tam razmerim oldu, tam oturdu əynimə. Parçasının materialı da yaxşıdır, ağırdır, qalındır. Elə demək olar ki, yaz, payız. İstəsəz hələ qışı da geyinə bilərsiniz. Çox üşüyən biri deyilsinizsə. Amma bunun üstü çiyinləri tam oturmadı. Qolu tam oldu, amma çiyinləri tam oturmadı. Mən dediyim kimi də biraz yəni standart qadın arıq olmağına çəkim elə çox deyil, amma arığam. Amma standart qadın bədəni ölçüsündə deyil mənim bədənim. Biraz qalın, biraz indi qadınam mənə görə. Yəni əslində standart dediyimdə bu standart deyil idi. Bu M razmer idi. M razmerin də şalvarı tam olur əynimə M olaraq. Amma üstü yox. Üstün çiyinləri, bədəni yəni sıxırdı, dar idi. El olsa daha yaxşı olardı, amma onda da şalvarı böyük olardı məncə. Bu da ayaqqabı, krasovka daha doğrusu. Qiymətinə görə çox yaxşı, içi mexli. Ondan sonra rahat. Bu da xoşuma gəldi. Çox qəşəng idi məncə. Sonra bunlar qızım üçün aldığım rezinlər, qaşlı rezinlər, mirvarili rezinlər. Bunlar da xoşuma gəldi. Qəşəngdir. Elə bu gün yığdım saçını qızım.
topularla. Çox qəşəng alındı. Super görsənir saçda. Sonra belə, vsyo. Qurtardıq. Sonra keçirik lobyaya. Qızlar. Lobyanı burada saplaqlarından təmizlədim. Yuyub doğrayacağam indi. Yuyub doğrayandan sonra burada da hər birini çəkib göstərməyə çalışıram. Bilirsiniz ki, ilklərin günahı olmaz. İlk vloqum olduğu üçün biraz çəkilişimdə problem ola bilər. Hamısını düzəldəcəm inşallah zamanla, praktika ilə. Doğramışam, yaxşı çəkməmişəm. Mən burada bir dənə elə bil ki, lobyanı 4 yerə böldüm. Əvvəllər çox balaca doğrayırdım. İndi bu buzluq üçün elədiyimə görə bunu çox balaca doğramadım. Burada da bir dənə böyük yekə baş soğanı doğramışam kubik qızardıram yağda, bol yağda. Qızardandan sonra qızlar, burada 2 pomidoru doğradım balaca. Balaca deyəndə, yəni kubik. Soğan boyda elə doğradım. İstəmirəm çox içsin içində. Burada əslində itir, amma yəni çox da yox da. Burada da bir buzluğa qoyduğum tomat pastamdır. Soğançanı qəşəng qızardırıq səbirlə. Yavaş. Bu Deməli, tələsmədən səbirlə. Hazır yemək. İndi hal-hazırda xaladelnikdə 3 bacı dolmam var. Ondan sonra lobyanı dünən gecə yerləşdirmişəm. Yəni həm əlini atanda yeməyin olur, həm də qışda, yəni ürəyin istəyib, canın çəkəndə çıxardıb yeyirsən. Biz demək olar ki, mən 4-5 ildir bu üsuldan istifadə edirəm. Çox da gözəl alınır, çox da qəşəng alınır. Belə. Soğançanı gözləyirik ki, qızarsın. Yəni tam qızılı rəngi olsun. Bunun içinə birbaşda sarımsaq doğramışam. Bu da qaynanamın, qaynişimin bişirdiyi buğlama. Yemişik burada. Pişirib yemişik. Bu qalanıdır. Bunu da xaladelniyə qoyacağam. Sonra hələ gözləyirəm. Yavaş qarışdırıram ki, soğançam yanmasın. Burada pomidordur. Tomat da atdım içinə. Gözləyirəm ki, biraz fokurdasın. Lobyanı atım. Lobyanı atıb suyu 2 stəkan su tökdüm. Onları çəkməmişəm təbii ki. Bu son halıdır. Hazırdır. Qoyacam belə soysun. Sonra yığıb buzluq salafanlarına yerləşdirəcəm buzluğa. Qışda şirin ağızla yeyərik inşallah. Belə qızlar, vloqum bu qədər. İzlədiyiniz üçün çox sağ olun. İnşallah ki, bəyənərsiniz. İndidən hər birinizə təşəkkür.